Salam əziz izləyicilər. Əgər siz də eşik kəsləndə inkubatorun sönməsindən narahat olursunuzsa, bu video sizin üçündür. Bugün sizə sadə, amma effektiv bir sistem göstərəcəm ki, cücələriniz yarı yolda qalmasın. Bu sistem elektrik kəsintisində inkubatoru qoruyur, cücə çıxarma prosesini yarımçıq qoymur. Sadə və sərfəli qurula bilir. 12 volt akkumulyator, inverter, stabilizator, mini inkubator sistemi, elektrik kəsintisi zamanı mini inkubatorun necə fasiləsiz işləməsini təmin edən bir sistem izah edəcəm. Bu sistem xüsusilə kənd şəraitində tez-tez işıq kəsilən yerlərdə cücə çıxarmaq üçün çox vacibdir. Birinci 12 volt 60 amper avtomobil akkumulatoru 80 vatlıq inkubatoru 6-7 saat işlətmək olur. İkinci 500 watt inverter. İnkubator 220 volt ilə işləyir, amma akkumulyator 12 volt verir. Bu fərqi invertor həll edir. 80 vatlıq inkubator üçün 500 vatlıq inverter kifayət qədər güclüdür. Üçüncü 1500 watt stabilizator. Bu cihaz elektrik şəbəkəsindəki gərginliyi sabit saxlayır. Gərginlik düşəndə və qalxanda cihazları qoruyur. İnkubatorun düzgün işləməsini təmin edir. Dördüncü 80 vatlıq mini inkubatordur.